Cənab Prezidentimiz Qarabağı sizin dəstəyinizlə, Azərbaycan xalqının dəstəyi ilə azad etdi ki, müasir Qarabağ tikili bugünkü gündə. Bizim də neçə dənə idmançımız şəhid oldu. Bunlar hamısı sizin xidmətinizdir. Mən nə qədər yaşayıramsa, nə qədər Azərbaycanda Allah Taala uca Rəbbim mənə ömür pay veribsə, sizə sədaqətli xidmət eləyəcəm. Buna tam əmin ola bilərsiniz. Mənim nə qədər iqtisadiyyatım olsa belə həyatda, canımla, qanımla, malımla, mülkümlə hər zaman sizlərə xidmət eləyəcəm. Mən hələ bir idmançı deyə bilməz ki, Cəsarət müəllim Əhmədovun cibinə 10 manat da olsun rüşvət qoymuşam. Bunu heç bir idmançı deyə bilməz. Cənab Prezidentə sədaqətli xidmət eləmək istəyən insan hər zaman ədalətli olmalıdır, vicdanlı olmalıdır, öz xalqına, millətinə sədaqətli xidmət eləməlidir. Bir yerdə qanun olmaya bilər. Əsas odur ki, o yerdə ədalətli və vicdanlı insan olsun.